Təcvid üçün xüsusi qaydalar, qanunlar tətbiq olunub. Məsələn, mən istədiyim formada mən idğamı belə eləyirəm deyə bir şey yoxdur. Qarilərin geri dönüşləri var, ayələri təkrar eləmək sünnətdir. Mən bilən bizim muğamların içərisində ən qəmli muğam, məsələn, Seygah özü, hətta bizdə el arasında yetim Seygah deyilən belə bir şey var ki, yəni adəti üzrə onu qəm üstündə oxuyublar. Gördüm bir ərəb yazdı. Sən niyə nizamı pozmusan? İnkişaf sözü ki vurğuladınız, biz inkişafın qabağını almaq deyə bir fikrimiz yoxdur. Məhəmməd Leysi o yenilik gətirən qarilərdən mən elə bilim bəlkə ilki olub. Belə də ki, hər sevinç də qəmsiz deyil ki, o qədər sevinç göz yaşları var ki, onun özündə də bir mənəviyyat var. Gafiriz-zənbi və qabilit-təvbi şədidil-iqab. Salam dəyərli izləyicilərimiz, hər birinizi Quran əti verilişində xoş gördük. Verilişimizdə dəyərli ustadlar iştirak edir və dəyərli ustadlarımızı salamlayıram. Aleyküm salam və rəhmət. Sizi salamlayıram, Seyid Əli. Sizi salamlayıram. Və birinci verilişimizdə belə bir bəhs açılmışdı ki, Peyğəmbərimizin dövründə Quran-ı Kərim necə oxunub? Oxunubsa, indiki oxunuşlar həmin oxunuşla üst-üstə düşürmü və hədislər bu barədə nə deyir, Quran-ı Kərim bu barədə nə deyir? Bu haqda söz açmışdıq və gözəl bir bəhs də oldu dəyərli ustadların vasitəsilə. İnşallah bu verilişimizdə də çalışdığımız qədər bu məsələni bir daha geniş formada açacağıq və ondan da əlavə olaraq parametrlər hansılardır, meyar nədir ümumiyyətlə bu haqda İnşallah giriş edəcəm və dəyərli ustadlardan da inşallah öz fikirlərini alacam bu məsələdə. Ümumiyyətlə qiraət haqqında 2 dənə hədis deyilmişdi. Məsələn, hədisin biri belədir ki, Quran-ı Kərimi gözəl səslərinizlə zinətləndirin. Yəni gözəl səslə Quran oxuyun və hədisin biri də belə idi ki, Quran-ı Kərimi yad notlarda belə desək və yaxud da yad boğazlarda və ya qeyri-dinlərdə olan insanların boğazlarında oxumayın. Belə bir hədis də var idi. İndi gəlin müqayisə edək. Biz hansı meyarları qoymalıyıq? Meyarlar hansılar olmalıdır ki, biz Quranı düzgün şəkildə və Peyğəmbərimizin oxuduğu dövrdə Peyğəmbərin dediyi kimi biz Quranı oxuyaq. Buna bir sıra meyarlar seçilib alimlər tərəfindən. İnşallah mən onları qeyd edirəm və bunun ətrafında dəyərli izləyicilərimizə də geniş məlumat verilər. Birinci meyar Quran-ı Kərimin təcvidi ki, önəmli bir məsələlərdəndir. Misir bu məsələdə daha çox bunun üzərində dayanıb və ilk radio yaranan dövrlərdən indi məlum məsələdir ki, qarilərə hətta qadağalar belə qoyublar bu məsələlərdə. Qorxublar ki, təcvid aradan getsin və avazı bir mərtəbə düşürdüblər aşağı. Yəni təcvid ona aiddir, məxaric-i huruf, sifat-ı huruf, əhkam-ı huruf. Bunlar haqqında bəhs eləmirik. Təbii ki, bəhsimiz o deyil. İkinci meyar həmişə yarışlarda da vəqf ibtida məsələsi olub. Yəni əgər Quran-ı Kərimdə düzgün dayanma, düzgün başlama olmasa, təbii ki, müqəddəs Quran-ı Kərimin ifadələri düzgün olmayacaq və nəticədə məna təhrif olacaq və başqa. Və üçüncü meyar Quran-ı Kərimi hüznlə oxumaqdır. Biz keçən verilişlərimizdə də bu məsələyə toxunduq müəyyən qədər ki, Quran-ı Kərim hüznlə oxunmalıdır. Muğamın öz yeri var, səsin öz yeri var. Həmişə də yarışların özündə də dünya yarışlarında sot və ləhn məsələsi qoyulur. Bir səs parametrləri var, bir də ləhnin parametrləri var. Yəni hüznlə oxumaq şərtdir Quran-ı Kərimi. Bu haqda da inşallah sizin də fikirlərinizi bilmək istəyərəm. Və qeyd etdiyim 4-cü meyar Quran-ı Kərimə, Quran-ı Kərim nə nəzmdir, nə də nəsrdir.
Yəni ikisinin arasında olan bir şeydir. Ümumiyyətlə biz nəzmə və yaxud da nəsrə baxanda görürük ki, Quranda olan axıcılıq, o cana yapışma bunlarda yoxdur. Və bunu qeyd edim ki, ərəblər ədiblikdə, yəni Quran nazil olan dövrdə ədiblikdə və şeir yazmada nə idilər? Mahir idi. Mahir idilər. Yəni onlar hətta şeir yarışları keçirirdilər. Hər kimin şeiri daha güclü idisə, o Kəbənin divarında Bəli. daha çox qalırdı. Yəni ikinci bir şeir çıxmalı idi ki, həmin o şeir ensin aşağı. Yəni o Daha keçsin onun gözəl yerinə. olsun. Amma olsun. biz diqqət edirik ki, Qurani-Kərim nazil olduqdan sonra bu şeirlərin hamısı yığışıldı. Yəni bu onu göstərir ki, Qurani-Kərim həm nəzmdən, həm də nəsrdən nədir? Nəsr deyil, tam başqa bir şeydir. Yəni Qurani-Kərimdə bir ecazkarlıq var ki, o güclü yazılan şeirlərdən insanları nə edə bildi? Ayıra bildi. Bu Quranın ecazkarlığıdır. Və biz keçən verilişimizdə bunu da qeyd etdik ki, Peyğəmbərin ən qatı düşmənləri belə Quranın ecazından qaça bilmirdilər. Tarixdə oxumuşuq ki, günlərin birində Peyğəmbər gecə Quran oxuyarkən bilirsiniz ki, ucadan Peyğəmbər Quran oxuyardı, salamullahi aleyh. Əbu Cəhl gəlib gizlindən Peyğəmbərə qulaq asırdı. Və eyni zamanda Peyğəmbərin Quran oxuduğunu bilirdilər. Həmin vaxtda Əbu Ləhəb də gəldi Peyğəmbər. Bunlar bir-birlərini gördülər. Halbuki ikisi də Peyğəmbərin ən qatı düşmənləri idi. Orada sözləşirlər ki, biz gedib qıraqda nə sən məni görmüsən, nə də mən səni görmüşəm. Gedib qıraqda deməyək. Yəni bu Quranın ecazkarlığıdır və 5-ci meyar, yəni deyərdim ki, bu meyarların içərisində mənim nəzərimcə ən güclü meyar mənəvi yanaşmadır qiraətə. Peyğəmbərimizdən sual edirlər ki, Quranı necə oxuyaq və yaxud da Quran qarisi kimdir? Peyğəmbərimiz buyurur ki, Quran qarisi həmin şəxsdir ki, o Quran oxuyanda onun bədəni Allah qorxusundan titrəsin və eyni zamanda qarşı tərəfə də təsir bağışlasın. Dəyərli ustadlar, istərdim inşallah siz də bu məsələlərə bir giriş edəsiniz və nəzərlərinizi deyəsiniz inşallah. Ya Allah, Bismillahirrahmanirrahim. Mən də salamlayıram əziz ustadları və əziz izləyiciləri. Acının o gətirdiyi meyarları əlimizdə əsas tutaraq istərdim sualı bu formada verəm ki, biz əgər o meyarlara riayət etmiş olsaq və təbii ki, orada başqa elə götürək Azərbaycan muğamlarından istifadə eləmiş, keçən bəli, bəhsimizin ardı olaraq riayət eləmiş olsaq, indi kimsə deyə bilər ki, bu mümkün deyil, çünki Misirdə bunun belə deyək, tarixi 700 ildən çoxdur. Azərbaycanda bunun tarixi nə qədər var ki? Onun üçün, əgər bunun üzərində işlənilsə, bunun nə eybi ola bilər? İstərdim inşallah əzizlərin fikrini bilək. Mən də öz növbəmdə siz əzizləri və əziz tamaşaçıları, izləyiciləri, Quran öyrəncilərini salamlayıram. İlkin müəllimin vurğuladığı meyarların içində bəzi meyarlar var ki, onlar dəyişilməz meyarlardır, mütləq meyarlardır. Məsələn, təcvid. Təcvid üçün xüsusi qaydalar, qanunlar tətbiq olunub. Məsələn, mən istədiyim formada mən idğamı belə eləyirəm deyə bir şey yoxdur. Yəni, idğam mə'əl-ğunnə o qaydadadır, bilə-ğunnə. O öz məxsus qaydası var. İxfası, izharı, mədlərin aralarında məsələn qoyulan o məsafələr 2 hərəkə, 5 hərəkə, 4 hərəkə, 6 hərəkə və yaxud mədd eləmək olmaz. Bunlar yazılmış qanunlardır. Böyük ustadların ta Həzrət Peyğəmbərin öz zamanından bu günə qədər gəlib çıxan dəyişilməyən qanunlardır. Amma əlbəttə ki, muğam keçən bəhsimizdə də dedik ki, çox şaxəli bir şeydir və müasir Quran qarilərinin tilavətində biz müəyyən hallarda həmən notlardan ki, məsələn, sırf ərəb ladına uyğun olmayan pərdələrdir, rənglərdir, onlardan istifadə olunur. Baxın, əziz izləyicilərimizi bizim fikrimiz çaşdırmasın bu mənada ki, keçən dəfəki bəhsimizdə mənim nəzərim bu mənada deyildi ki, ümumiyyətlə ona rəng qatmaq olmaz. Amma bir ara var idi, mənim yadımdadır, bu haqda sizinlə də bəhsimiz olur. Siz deyirsiniz, ümumiyyətlə olmaz. Yox, ümumiyyətlə bir muğamı, məsələn, mən bayat məqamını... Yox, əsla, mənim fikrimdə, ola bilsin, siz səhv anlamısınız, Seyd Əli müəllim. Məsələ budur ki, məsələn, mən bir tilavət boyunda
tamamilə Quran tilavətimi məsələn Hindistan ladı üzərində oxuyuram. Məsələn segahı Azərbaycan segahı üzərində oxuyuram. Hansısa məsələn rast məqamını o notlara uyğun olmayan pərdələr üzərində oxuyuram və tamamilə fərqli bir muğam, fərqli bir ahəng meydana gəlir. Amma məsələn müasir qarilərimizdə də var və bunu dəfələrlə İlkin müəllimlə bizim şəxsi oturub o Quran zümzümə eləyəndə bəhslərimizdə də görmüş olarsınız, əgər yadınızda olsa. Məsələn, baxın, hər bir muğamın öz ardıcıl pərdələri var da. Tutaq ki, Bayat məqamı ilə Hicaz məqamı və Nəhavənd məqamı, bu 3 dənə muğam bir cinsin növləridir və onların not düzülmə pərdələri də bir-birinə uyğun gəlir. Hər hansı bir səs parametrlərindən mən götürsəm, re'dən o birisi re'yə, mi səsindən digər zil mi səsinə qədər olan pərdələr arasında mümkün deyil ki, bu muğamların, yəni Bayat, Hicaz, Nəhavənddən gedir hələ ki söhbət, bunların müştərək pərdələri olmasın. Məsələn, do, re, mi, fa nisbətində götürsək, 4-cü pərdədə Bayat muğamı ilə Hicazın pərdələri kəsişir. Allah, 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 Allah. Bu hissədə Allah, 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 fa pərdəsində, əgər bunu fa götürsək 4-cü, Hicazla bu pərdədə kəsişir. Mənim sözüm bu deyil ki, ümumiyyətlə keçid eləmək olmaz. O notlar ki, o ahəng ki, musiqinin içində, avazın içində, mümkündür gəldi Nəhavənddə elə bir yer var ki, bizim Bayat Şirazla gözəl bir kəsişmə yaranır. O hissədə kontekstdən çıxmamaq şərti ilə, o ahəngdən çıxmamaq şərti ilə müəyyən həddə qədər o pərdələrdən sintez eləməyin problemi yoxdur. Hacı İlkin müəllim dedi ki, bir mənalı şəkildə məsələn mən segah Azərbaycan segahı üzərində oxusam, məcburam oradakı ə səslərini A səsinə dəyişim, çünki bizim ləhcəmiz bunu tələb eləyir. O da Quranın təcviddən çıxmağına gətirib çıxardacaq. Bizim muğamlarımız şur ərəbin bəyatı ilə hardasa üst-üstə düşən qədərində, yəni yaxınlaşır bir-birinə. Bəli. Keçən verilişimizdə Hacı biz dedik ki, Zəngulə bizim qiraətlərimizdə qəbul olunmayan, yəni meyarlardan biridir də. Hətta bəli. Yəni istər şər'i kitablarda olsun, istər alimlərin nəzəri olsun, deyirlər ki, o zəngulə ki, haram məclislərin zəngulələridir və bir də o zəngulə ki, bayağı. Yeri gəlsə o qarilərin o boğaz vurmaları var Hacı. İstər biz o qarilər ki, məşhur qarilərdir, onların da qəbul olunan təhrirlər var. Yəni məşhur təhrirlər var. Əslində qalan deyil, bu zənguli özü də bir təhririn bir növüdür də, belə baxanda. Orada fərqlənən hissə birbaşa boğazın ortasından səsin qaynadılaraq çıxarılmaqdır. Bizim dilimizdə ona belə deyək də zəngulə deyirlər, ərəbdə ona təhrir deyirlər. İndi fərqlidir də, yəni belə deyək, qadağa qoyulan meyarlardan biri ki, yəni Quran qiraətində bu təhrirlərə olmaz Quranın qiraətinə daxil eləmək, o da o zəngulədir ki, haram məclislərin təhrirləri və bir də... O bir bəhsdir, Hacıcan, o bir bəhsdir ki, o boğazlardan istifadə eləmək olmaz. Bu da məşhurdur. Dünya bunu qəbul edib. Heç bir Quran qarisinin də biz tilavətində istəyir məşhurlardan, istəyir klassiklərdən o şaqqıltını, o boğazda səsin o şaqqıldadılmağını, qaynadılmağını üzr istəyirəm. Yəni görməmişik. Məsələ o deyil. Məsələ bizə verilən sual, izləyicilərin bilmək istədiyi məsələ, məsələn, segah muğamı oxuyuram mən və yaxud Bayat muğamı oxuyuram və yaxud Nəhavənd oxuyuram. O Nəhavəndin içində mümkündür gəlib Nəhavənd Azərbaycan muğamlarının içində hansısa pərdələrdə uyğunluq. Məsələn, orada bir keçid kimi, rəməl kimi məsələn bir oxşar bir şey. Rabbana fəğfir lənə zunubana. Bu Bayat Nəhavəndin əslidir, düzdür? Rabbana fəğfir lənə zunubana. Bu hissə həm ərəbin Nəhavənd pərdələrinə lad olaraq uyğun gəlir, həm Azərbaycanın
milli muğamlarımızdan Bayat Şirazın içində bir keçid Bəli, hissəsidir. bəli. Yəni bu hissəni göstərərək və onunla uyğunluğu itirməmək şərti ilə qısa bir manevr eləməyin, sintez Heç eybi eləməyin heç bir problemi yoxdur. Amma bir də var ki, bir mənalı şəkildə muğamı bütövlükdə götürüb Dəyişəsən, dəyişmək, o onda olmaz. bəli, belə deyək də, biz nə bilirik ki, Həzrət Peyğəmbərimizin o sözü deməkdə məqsədi elə o mədəniyyəti qoruyub saxlamaqdan ötürü deyilən bir şeydir. Quran mədəniyyətini, o laddan, Həzrət Peyğəmbərin barəsində bəzilər deyirlər Nəhavənd muğamını təyid edirdi, bəzilər deyirlər Hicaz məqamını təyid edirdi. Amma Yəni, belə o üzərində görünür ki, oxumaq. yəni yazılarda, tarixdə belə görünür ki, Qurani-Kərimin sinədən sinəyə ötürülməsi, elə belə də yazırlar. Bəli. Sinədən sinəyə ötürülməsi, hafizliyin olması, Quran məfhumlarının izahının olması, təfsirlərin olması, yəni bunlar bilirsiniz necədir, miras olaraq ötürülüb. Bir dənə bahalı bir şey nəsildən nəslə necə keçir? Məsələn, bir şeydir ki, İrs keçir 1000 də, il bəli. yaşı var. Bəli. Necə saxlayırlar onu? Yəni və yaxud da Ötürə-ötürə. vərəsələr, Seyidlərin məsələn vərəsələrinə gəldikdə, şəcərələrinə gəldik. Şəcərələr. Necə məsələn Seyidimiz şəcərəsini məsələn bilir? Necə ötürürlər? Nəsildən nəslə ötürürlər. Bu qiraət məsələsi Peyğəmbərimizin zamanından ilk olaraq nəsildən nəslə elə bir formada sifariş olunub. Bu günləri hal-hazırda bax olur ki, görürsən, bir qiraət edirsən, mənim başıma gəlib bu məsələ. Yəni o da ola bilər də hər adam başına gəlsin. Mən bir qiraət etdim. Birinci Nəs surəsini oxudum, sonra Fələq surəsini oxudum düzüm olaraq. Bəli. Və bunu təbii ki, hara yerləşdirdik? Sosial şəbəkəyə, YouTube-a. Gördüm bir ərəb yazdı. Sən niyə nizamı pozmusan? Bu nə deməkdir? Yəni insanlar elə bilməsinlər, tamaşaçılarımız elə bilməsinlər ki, elə hər kəs çıxdı, Quran Hardan oxudu, istədi, ona oxudu. etiraz olmamı. Xeyr, elə deyil. Bütün ərəb ölkələrindən bilirik ki, yazırlar. Burada problem var. Bunu Bəli. götür və yaxud da qadağa qoydurtururlar həmin videoya. Bəli, mütləq. Həmin görürsən ki, nəzarətdədir. Qurani-Kərim. Mən bunu demək istəyirəm ki, Peyğəmbərimizin zamanından bu muğamlar ki, hal-hazırda bu düzümdədirlər. Mən əqidəmə əsasən elə də, yəni Peyğəmbərin dövründə də müəyyən dəyişikliklər ola-ola, inkişaf baxımından Bəli. elə həmin muğamlar həmin dövrdə də olub. Əhsən, o inkişaf sözü ki vurğuladınız, biz inkişafın qabağını almaq deyə bir fikrimiz yoxdur. Yenə dediyimiz kimi, o ladların içində digər, belə deyək də, xalqların uyğun pərdələrindən istifadə eləyib, Quranın ahəngini, Quranın o əzəmətini aradan aparmayan pərdələrdən, notlardan istifadə eləmək olar. Allah rəhmət eləsin Məhəmməd Leysinin o tilavətində. Məhəmməd Leysi o yenilik gətirən qarilərdən mən elə bilmirəm, bəlkə ilki olub. Çünki Yox, o vaxta qədər Deməz, yəni o o ilki yox, amma yəni o cür qarilər, onda çox Məhəmməd görsənib. Leysidən daha güclü qarilər olub ki, onlar yenilik yəni başqa gətirirlər. muğamlardan, başqa nəğmələrdən Mustafa istifadə İsmailin edir. özü, Bəli, Mustafa İsmailin özü. Yəni Əkbərül Qurra qarilərin böyücü kimi gəlib. Özdə inşallah o bəhsə biz Yəni keçid ilk eləyəndə yenilikləri əslində vurğulayarıq. Mustafa İsmail eləyib. Mustafa İsmail gəlir, birinci nəsil, ikinci, 6 nəsilə bölünüb. Qurani Kərimin belə deyək, dünyada bu formada tanınan zamanı, səslərin yazılma dövründən ta bu günə qədər 6 dəstə Quran qarilərinə bölünür. O Quran qarilərindən ikinci nəsli əhatə eləyir Mustafa İsmailin nəsil etibarı, Quran nəsli sayılaraq. Belə də parlaq dövrdə o dövr. Sadəcə olaraq maraqlısı budur ki, Mustafa İsmail elə bir formada Quran tilavət edib ki, müasirə qədər, bu günə qədər onun tilavətləri ilə şah tilavətlər kimi qəbul Onun olunur. qiraətinin içərisində Hacı Məhəmməd Leysidə olduğu kimi, belə deyək, məsələn, Hind ladlarımı, başqa ladlar görsənmi baxım mən biləm. Bu formada aşırı dərəcədə Mən də o görsənmir. baxımdan deyirəm. Amma Məhəmməd Leysidə görsənəcək formadadır. Bəli. Mən deyərdim ki, Hacı, Məhəmməd İmranın oxunuşlarında daha çox görünür. Leysi klassik oxuyur, yəni mühafizəkar olaraq oxuyur Leysi və Allah rəhmət eləsin, nəfəs baxımından da Ən uzun qeyri-adi nəfəs. bu parametrlərdən də biri vəqf ibtida məsələsi idi Bəli. ki, biz ona toxunduq. Ən uzun nəfəsli və ən məna verici yerlərdə dayanmaq. Nəfəs elə hər yerdə şərt deyil ki, ola bilər bir adam uzun nəfəsli olsun, amma gəlsin elə bir yerdə vəqf eləsin ki, o vəqfi
vəqfi məna dəyişikliyinə gətirib çıxartsın, vəqfi qəbihə gətirib məsələn Bəli. çıxartsın. Deyərdim ki, Məhəmməd İmran daha çox bu başqa qeyri-ladlara tərəf gedib. Niyə? Çünki hətta Məhəmməd İmranın qiraətlərini çox sonralar qəbul ediblər. Deyirdilər ki, sən ibtihalı oxuyursan, şeiriyyat oxuyursan da, Bəli. düzdür, məsələn bizim dildə desək qəzəl oxuyursan, o üzdən sənin oxuduğun boğazlarda Quranın Əhsən. iyi, Quranın Son. ətri daha azdır, çox azdır. Ona görə onu buraxmırdılar. Yəni bu mühafizəkarlar, bayaq ki sözümün üstünə qayıdıram. Mühafizəkarlar ta Mustafa İsmailin dövrünə qədər də, həmin dövrlərə qədər daha tünd olublar. Baxın hacı, sözünüzə qüvvət. Elə bir yerə gəldik, çatdıq ki, Muhammed İmranı dediniz də. Bəli, bəli. Şeyx Məhəmməd İmran. Bəzən görürsüz, ərəblər, qarilər, böyüklər özləri də öz aralarında ona bir ad qoyurlar. Bizim mövzumuz nədir? Quran-ı Kərim özünə məxsus ahənglə tilavət olunmalıdır. O ahəngin özü olar üçün sən ibtihal üstündə, ibtihalı biz əziz izləyicilərə qısa şəkildə izah eləyək. İbtihal yəni Quran ayələrini və yaxud hansısa duaları, Əsasən duaları. Duaları. bəli, muğam üslubunda, yəni dünyəvi musiqi üslubuna daha yaxın olan boğazlarda istifadə eləmək üçün. Əhsəntun. Burada yəni ibtihallarda Bax, ibtihal oxuyan zaman mədd nə qədər əhsən. oldu gördün? Amma Nə qədər Quranda onun məzmunsan, mizanı var. İbtihal oxuyan zaman o parametrlərin heç birinə əməl eləmirsən. Bəli, bəli. İndi bunu biz bu qədər oxuduqda, tutaq ki, mədd-i müttəsildə ola bilər ki, hansısa ibtihalda kəlmələrin bir-birinin ardınca düzülüş Heç mədd qaydasına verməsin. görə heç mədd verməsin. Orada kəlməni qısa oxusun, ritmik oxusun və yaxud hansısa bir elə bir iti təhrirlərdən istifadə eləsin ki, onun da özünün məsələn zaman olub ki, Quran birliyi də belə deyək, məşhur o Quran icması o boğazları da zaman olub ki, məsələn, icazə verməyiblər. Görürsünüz, ibtihalın özü də muğamdır. O da ərəbin segahıdır. Ərəb öz segahının içində deyir ki, bunu eləmə. Quran-ı Kərimdə bu uyğun Yəni deyil. O Quran-ı Kərimə ahəngdən xüsusi bir sıxma. nəzarət olub və bu gün də var. Elə bilirəm, yəni sona qədər də var. Çünki Quran-ı Kərim özü deyir ki, "Nəhnu nəzzəlnə zikr və innə ləhu ləhafizun." Bəli. Biz bu zikri nazil etdik və bunu qoruyub saxlayacaq. Kimlərin vasitəsilə? Elə həmin o insanlar ki, Quranı sevirlər, əzbərləyirlər, sinədən sinəyə ötürürlər və s. Hacı, sizin qeyd etdiyiniz parametrlərdən biri ki, Peyğəmbərimizin hədisi var ki, Quran hüzünlə nazil olub, onu hüzünlə oxuyun. Ki, Ruslan müəllim də dedi ki, təbii ki, hər hansısa bir hissə əgər bizim musiqinin, belə deyək, muğamların orada bir toqquşması olsa, orada bir hissə kimi daxil eləmək olar da, yəni o muğamı ora. Mən bilən bizim muğamların içərisində ən qəmli muğam, məsələn, Seygah özü, hətta bizdə el arasında yetim Seygah deyilən belə bir şey var ki, yəni adəti üzrə onu qəm üstündə oxuyublar. Necə onu məsələn, daxil eləmək olar, onu hardasa bir bizim Quran qiraətinə ya yox? Seydəli müəllim, istər bizim muğamlarda olsun, istər ərəb muğamlarında olsun, Quran məqamlarında olsun, mümkündür bir qari rast məqamı üzərində oxusun. Hansı ki, rast muğamı hökm ayələridir, əmr ayələridir, hansısa, yəni bu cür ayələrdə istifadə olunan muğamlardan da mümkündür bir qari, yəni görmüş ustadlardan rast muğam üzərində oxusun. Amma elə ayəni oxusun ki, orada ayənin mənası qəmi tələb eləyir. Hüzün olsun. Bəli, hüznü o ayənin mənası tələb edir. Əslində, məsələn, hüzn muğamı ərəb muğamları içində səba muğamı Hacı, olaraq. hüzün deyəndə bizim bu Yəni qəmlənmək mənasını qəmlənmək vermir əslində. mənasında vermir də əslində. Yəni Bəli, hüzünün tamamilə o demək deyil. Elə bilirəm Üzr hüzünün mənası, özür istəyirəm. Yəni insanın ruhuna daha yayımlı olan. Bəli, xuzu halı, xuşu halı. Xuşu halı və insanı özünə cəlb edən. Bəli. bu Burada mənada qəbul. bir hədis Peyğəmbərimizin tarixində, bunu deyim, hədis deyil. Bir gün Peyğəmbər sallallahu Qafir surəsini oxuyurdu. Hacı, Qafir surəsini. Qafiriz-zənbi və qabilit
bişədidil iqab. Qafir surəsinin özü də tilavət eləmisən də belə çox maraqlı surədir. Əvvəldən ta axıra qədər. Peyğəmbərimiz bunu qiraət edirdi. Vəlid ibn Müğeyrə ki, ərəbin həmin dövrdə ən güclü ədibi idi. Şairi idi, ədibi idi. Keçir Peyğəmbərimizin yanından. Peyğəmbərin oxunuşu bunu saxlayır. Vəlid ibn Müğeyrəni saxlayır və biraz qulaq asır. Peyğəmbərimiz də görür ki, bu qulaq asır. Və orada qeyd edir ki, Peyğəmbər geri dönür. Bunu da qeyd edim ki, parantez arası, qarilərin geri dönüşləri var, ayələri təkrar eləmək sünnətdir. Çox maraqlıdır. Yəni, əziz qarilərimiz bilsinlər. Bəzən vaxtda ayənin mənasına görə qaydırlar. Ayə nə qədər ciddidir, nə qədər əhəmiyyətlidir. Hamısı əhəmiyyətlidir. Yəni, sözü mətləbi çatdırır. Burada Peyğəmbərimiz geri dönür və təkrar oxuyur. Və Vəlid yaxınlaşır Peyğəmbərimizə. Deyir ki, bilirəm ki, bu sənin sözlərin deyil. Bu bəşər sözü deyil. Bu tam başqa bir şeydir. Və ondan sonra Vəlid ibn Müğeyrənin fikirləri dönür. Bir müşriki görürsən ki, bir Quran avazı. Yəni, burada məsələ bundan ibarətdir ki, Quranın oxunuşunda məna bilməsən belə hüzün çəkir adama. Həmin o hüzün üstünə gətirmək istəyirdim ki, həmin o hüzün bəlkə də cazibədarlıq deməkdir. Ola bilər, hər ayə qəmginlik deyir ki, ayələr var, sevinç doludur. Keçən verilişdə onu demək istəyirdim ki, Hacı, o avaz, o belə deyək də, muğam ki, daha insanları o hidayət yoluna gətirər, ondan istifadə olunsa, daha çox təsirli olar. İndi hər kəsəni... Belə də ki, hər sevinç də qəmsiz deyil ki, o qədər sevinç göz yaşları var ki, onun özündə də bir mənəviyyat var. Bəlkə fikirlərimizi toplayaq, ümumi bir söz deyək ki, ümumiyyətlə Quran-ı Kərim necə oxunmalıdır, hansı forma oxunmalıdır? Söhbət belə oldu ki, yəni belə qərar oldu ki, Quran oxunuşu elə olmalıdır ki, o deyilən meyarlara, təcviddir, vəqf ibtidadır, hüzündür, mənadır, bunlara riayət olunmaqla oxunmalıdır. İndi orada bir xalq olaraq, məsələn, mənim xalq olaraq boğazımda olan Azərbaycan ladını kim çıxarda bilər ki? O Azərbaycan sayağı olan o nəğmə deyək, not deyək, hər nə desək də, bu buradadır da, düzdür. Onu kim çıxarda bilər? Heç kim. Və qaçılmazdır ki, Quran-ı Kərimin muğamlarında bir Azərbaycanlı olaraq mən orada öz xəttimi buraxmalıyam. Amma elə bir formada olmalıdır ki, həmin o Quranın meyarlar tapdalanmamalıdır və o cümlədən Quranın avazına uyğun bir şəkildə o sintez olmalıdır. Biz hər birimiz eyni baxımdan həm mühafizəkar olmalıyıq ki, Quranın toxunulmaz olmalıdır, həm də inkişafa doğru yol açmalıyıq. Ümid edirəm, əziz izləyicilərimizə də fayda vermiş olduq. Allah sizdən də razı olsun. Şərhlərdə fikirlərinizi yazmağı unutmayın və çalışdığımız qədər də onlara baxacaq. İnşallah ustadlar da baxacaqlar. Baxırıq. İnşallah. Allah hamımızdan razı olsun. Təşəkkür edirik. Təşəkkür edirik. Gözəl sözlərinizə görə iradları da yazın, təkliflərinizi yazın. Biz qapımız açıqdır, belə deyək. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Çox sağ olun. Allah sizi cəmiyyətə çox görməsin. Allah'a əmanət olun.